Bir işin çətinə düşəndə istixarənin belə bir forması var ki, namaz qıl 2 rükət, sonra dinən ki, əstəxirukə ya Allah 100 dəfə dinən. Sonra deyir, hadisələr sənin xeyri və cəryan eləyəcək. Bil ki, Allah götürdü ixtiyarına. Allah ixtiyarına götürdü. Mənası bu deyil ki, hər şey qaydasında gedəcək, yox. O bəlalar yenə gələcəyim. Amma bilirsiniz, hər şey sənin xeyri və cəryan eləyir. Bəzi adamlar istixarə eləyir ki, bu qızla evlənim, evlənməyim, yaxşı gəlir. Sonra o qız onun nə qədər yemək içdiyi var idi, hamısını burnundan tökür. Bu deyir ki, bəs necə oldu ki, Allah dedi ki, bu yaxşı gəldi. Bu yaxşı gəldi, pis gəldilərin arxasında o dayanmır ki, sən istəyən kimi olacaq hər şey.